Qardaş ölkə Türkiyənin hərbi kargo təyyarəsinin qəzaya uğradığı ərazidəyik və ərazi hazırda bloklanıb, amma mən bir detalı göstərmək istəyirəm. Olduğumuz bax bu yerdə qəzanın baş verdiyi yerdən təxminən 200-300 metr aralıqda bu cür təyyarənin bir detalı var. Mən həm çox toxunmaq istəmirəm, həm çox detallara getmək istəmirəm. Çünki hələ də araşdırma gedir, hələ də hər üç ölkənin, söhbət Azərbaycan, Türkiyə və Gürcüstandan gedir ki, mütəxəssislər araşdırırlar, səbəbləri aydınlaşdırmağa çalışırlar, amma üzərində türk dilində yazılar, siqnal və digər təyyarədə, hərbi təyyarədə lazım olan nüansların vurğulanması var. Bu isə onu göstərir ki, yəqin ki, radar sistemlərindən biridir və burada yerə detallar da düşüb, yeniyə oxşuyur, amma daha yaxşısını əlbəttə ki, mütəxəssislər bilərlər. Mən çox da müdaxilə etməməyə çalışacağım, çünki həm ərazi böyükdür, həm işlər çoxdur və məhz bu səbəbdən də gözdən qaçan bir detaldır. Birazdan böyük ehtimal bu da ərazidən götürüləcək və aidiyyatı üzrə təhvil veriləcək. Təəssüflər olsun ki, hələ də nəşi tapılmayan hərbiçilər var, şəhidlər var və dağlarda da axtarış, xilas etmə işləri hələ də gedir. Təyyarədə 20 hərbiçinin olduğu artıq təsdiqlənib, hər birinin ailəsinə artıq məlumat verilib və onlar şəhiddirlər. Allah rəhmət eləsin.